Salam, bugün biber turşusu hazırlayıram. Biber turşusunun içi üçün 400 qram xırda-xırda doğranmış kələmin üzərinə 1 yemək qaşığı iri duz əlavə edirəm. Duzu əlavə etdikdən sonra 15-20 dəqiqə yaxşıca qarışdırıram. Əlinizlə əzə-əzə qarışdırın ki, kələmlər yaxşıca ölsün. Daha sonra üzərinə 4-5 ədəd rəndədən keçirdiyim köşə əlavə edirəm. Sonra isə 1 ədəd rəndədən keçirdiyim çuğundur əlavə edirəm. Daha sonra 1 dəstə cəfəri, 1 dəstə şüyüd, 2 ədəd acı biber və 1 baş sarımsağı xırda-xırda doğrayıb içinə əlavə edirəm. Hamısını əlavə etdikdən sonra yaxşıca qarışdırıram. Sıxa-sıxa, əzə-əzə qarışdırın ki, tərəvəzlər bir-birinə yaxşıca keçsin. Daha sonra bibərin içinə doldururam. Mən öncədən deyim ki, biberləri nə qaynatdım, nə də isti suda gözlətdim. Elə çiy şəkildə içini təmizləyib, içliyini yığdım. İçinə duz da əlavə etmədim bibərin, çünki içliyinə duz əlavə etmişdim. Yaxşıca içinə hamısını doldurduqdan sonra keçdim bankaya yığmağa. 3 kiloluq bankanın içinə 3 ədəd dəfnə yarpağı, 4-5 ədəd qara istiot əlavə etdim. Hardasa kilo yarım biber məndə 3 kiloluq bankanın hamısına yerləşdi. Hamısını doldurduqdan sonra üzərinə 2 yemək qaşığı iri duz, siləmə olsun və 1 yemək qaşığı siləmə şəkər tozu əlavə etdim. Daha sonra üzərinə çıxana kimi üzüm sirkəsi əlavə etdim. Ağzını bağladım. 3 gündən sonra nuş edə bilərsiniz.